Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün inşallah Allahın izni ilə sizlərə Qəmər surəsinin növbəti bir hissəsinin oxuma qaydasını öyrədəcəm. Başlayaq. Bismillahirrahmanirrahim. Fə hərfidir fə, dəl hərfi, fədə, ayn hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fədə'a. Ra hərfidir ra. Bə hərfinin üzərində şəddə var. Rabbə. Bu hə zamiridir. Özündən əvvəlki hərfin üzərində cəzm və yaxud da ki hərfi məd olmadığına görə onu bir əlif miqdarı uzatmalıydıq. Və özündən sonra əlif gəldiyinə görə burada məddi munfasıl qaydası yaranır. Yəni hə zamirini 4 əlif miqdarı uzadaraq oxuyuruq. Rabbəhu əlifdir ə. Nun hərfində şəddə var, həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ənni. Mim hərfidir mə. Qayn hərfinin üzərində cəzm var. Məğ. Ləm hərfidir. Burada hərfi məd var. Məğlu. Bir əlif miqdarı uzadırıq. Bə hərfinin üzərində ötrəli tənvin gəlib. Sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Məğlubun. Fə hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fə. Nun hərfinin üzərində cəzm var. Sonra tə hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Fən. Tə. Bu qalan sad hərfidir. Si. Ra hərfinin üzərində cəzm var. Cəzmli tələffüz edirik. Fəntasir. İndi bir də oxuyaq. Fədə'a rabbəhu ənni məğlubun fəntasir. Fə hərfidir fə. Bu yenə fə hərfi. Fə fə. Tə hərfi tə. Fə fə tə. Ha hərfinin üzərində cəzm var. Fə fə təh. Nun hərfidir. Burada hərfi məd var. Sonra əlif gəlib. Məddi munfasıl qaydasına görə nun hərfini 4 əlif miqdarı uzadırıq. Fəfətəhnə. Əlifdir ə. Bə hərfinin üzərində cəzm var. Qalqala edərək vurğulu tələffüz edirik. Əb. Vav hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Əbu və bə. Oxunmayan əlif və ləm hərfləri, sonra sin hərfi gəlib və üzərində şəddə var. Əb və bəssə. Mim hərfidir. Burada hərfi məd var. Sonra həmzə gəlib. Məddi muttasıl qaydasına görə mim hərfini 4 əlif miqdarı uzadırıq. Səmai. Bə hərfidir bi. Mim hərfində yenə həmçinin məddi muttasıl qaydasıdır. 4 əlif miqdarı uzadırıq. Bimə. Burada həmzədə əsrəli tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğam-ı məal-quynə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Biməimmü. Nun hərfinin üzərində cəzm var. Sonra hə hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Münhə. Bu mim hərfidir. Mi. Ra hərfini isə cəzimli ra kimi, r kimi yəni tələffüz edirik. Münhəmir. İndi bir də oxuyaq. Fəfətə'nə əbvəbəs-səmai biməin münhəmir. Vav hərfidir və bu fə hərfi. Və fə. Bu cim hərfidir. Üzərində şəddə var. Və fəccə. Ra hərfinin üzərində cəzm var. Və fəccər. Nun hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və fəccərnə. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində üstün hərəkəsi gəlib. Ə kimi tələffüz edilir. Və fəccərnəl. Ə. Ra hərfinin üzərində cəzm var. Ər-da. Bu qalın dad hərfidir. Ər-da. Ayn hərfi o.
Y hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Uyu. Nun hərfinin üzərində tənvin gəlib, üstün tənvin gəlib və sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Uyunan fə. Ləm hərfinin üzərində cəzm var. Fəl, tə, qaf hərfi. Qa. Fəl, tə, qa. Və ləm hərfinin üzərində cəzm var. Fəl, tə, qal. Mim hərfində isə mədd-i muttasıl qaydasıdır. Burada hərfi məddən sonra həmzə gəlib. Mim hərfini 4 əlif miqdarı uzadırıq. Mə, u. Ayn hərfində ayn hərfidir. Bu ləm hərfində həmçinin burada mədd-i munfasıl qaydası gəlib. 4 əlif miqdarı uzadırıq ləm hərfini. Burada gördüyünüz kimi hərəkətsiz yə hərfi var. Yəni hərfi məddir. Alə əlifdir ə. Mim hərfinin üzərində cəzm var. Sonra ra hərfi gəlib. Mimin ishar qaydasıdır. Olduğu kimi oxuyuruq. Əm, rin. Burada əsrəli tənvin gəlib, sonra qaf hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Əmrin, qaf hərfi qa. Dəl hərfinin üzərində cəzm var. Qalqala edərək vurğulu tələffüz edirik. Qad, qu. Bu dəl hərfidir. Di. Ra hərfini isə cəzimli r kimi tələffüz edirik. Qad, qudir. İndi bir də oxuyaq. Və fəccərnəl ərdə uyunən fəltəqal məu alə əmrin qad qudir. Vav hərfidir və bu ha hərfi. Və ha. Mim hərfi mə. Ləm hərfinin üzərində cəzm var. Və haməl nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və haməlnəhu. Hə zamiridir. Özündən əvvəl hərfi məd gəldiyinə görə qısa şəkildə oxuyuruq. Və haməlnəhu. Ayn hərfi a. Ləm hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Alə. Bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Zəti. Əlifdir. Ə. Ləm hərfinin üzərində cəzm var. Əl. Vav hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Əl və ha hərfidir bu. Ha hərfinin burada gördüyünüz kimi əsrəli tənvin gəlib. Sonra vav hərfi gəlib. İdğam-ı mə'al-qunna qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Və vav hərfini isə şəddəli tələffüz edirik. Əl və himvu və bu dəl hərfidir. Du. Sin hərfi su. Ra hərfini isə r kimi tələffüz edirik. Əl-vəhim və dusur. İndi bir də oxuyaq. Və haməlnəhu alə zəti əl-vəhim və dusur. Tə hərfidir. Tə. Cim hərfində cəzm var. Qalqala edərək tələffüz edirik. Təcü. Ra hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Təcri. Bə hərfidir. Bi. Bu əlifdir. Gördüyünüz kimi burada hərəkə var. Hərfi məd deyil. Bi ə. Ayn hərfinin üzərində cəzm var. Bi ə. Bu ya hərfidir. Yu. Nun hərfi ni. Burada nun hərfində hərfi məd var və burada vəqf-i caiz gəlib. Çox qısa olduğuna görə bunu oxumağa nəfəsimiz çatacaq və ona görə də burada durmuruq. Oxumağa davam edirik. Bi-ə'yuninə. Cim hərfidir. Cə. Zə hərfidir. Burada hərfi məd var. Sonra həmzə gəlib. Mədd-i muttasıl qaydasıdır. Zə hərfini 4 əlif miqdarı uzadırıq. Cəzə. Əlif həmzədir. Üzərində tənvin gəlib. Sonra ləm hərfi gəlib. İdğam-ı bila-qunna qaydasına görə tənvindəki nun hərfini tələffüz etmirik. Ləm hərfini isə şəddəli tələffüz edirik. Cəzəəlli.
Cəzəəlli. Mim hərfidir mə. Nun hərfinin üzərində cəzm var. Sonra kəf hərfi gəlib. İxfa qaydasına görə nun hərfini, cəzmli nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Limən. Kəf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kənə. Nun hərfidir. Kənə. Bu kəf hərfidir. Kü. Fə hərfi fi. Ra hərfini yenə cəzimli r kimi tələffüz edirik. Kənə küfür. İndi bir də oxuyaq. Təcri bi ə'yuninə cəzəən limən kənə küfür. Vav hərfidir və ləm hərfi. Lə. Qaf hərfi. Qa. Dəl hərfinin üzərində cəzm var. Qalqala edərək vurğulu tələffüz edirik. Və ləqad. Tə hərfidir. Tə. Ra. Kəf hərfinin üzərində cəzm var. Tərak. Nun hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Tərak nə. Hə hərfində burada gördüyünüz kimi hərfi məd var. Sonra əlif gəlib. Məddi munfasıl qaydasına görə hə hərfini 4 əlif miqdarı uzadırıq. Tərak nə hə. Əlifdir. Üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Yə hərfidir. Yə. Tə. Yuvarlaq tə hərfidir. Üzərində tənvin var. Sonra fə hərfi gəlib. İxva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Əyətən. Fə. Hə hərfidir. Hə. Ləm hərfinin üzərində cəzm var. Fəhəl. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra mim hərfi gəlir. İdğam-ı mə'al-gunnə qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Mim. Dəl hərfində həmçinin şəddə var. Müddə. Kəf hərfidir ki. Ra hərfini cəzimli r kimi tələffüz edirik. Müddəkir. İndi bir də oxuyaq. Və ləqad təraknəhə əyətən fəhəl min müddəkir. Fə hərfidir. Fə. Bu kəf hərfi. Kə. Yə hərfinin üzərində cəzm var. Fə keyfə. Bu isə fə hərfidir. Fə keyfə. Kəf hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadıraq oxuyuruq. Kənə. Nun hərfi. Ayn hərfidir. A. Bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadır. Azə. Bə hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadır. Azəbi. Vav hərfidir və bu nun hərfi. Nu. Pəltək zəl hərfidir. Zu. Ra hərfini yenə cəzimli r kimi tələffüz edirik. Və nuzur. Azəbi və nuzur. İndi bir də oxuyaq. Fəkeyfə kənə azəbi və nuzur. Vav hərfidir və ləm hərfi lə. Bu qaf hərfidir. Qa. Dəl hərfinin üzərində cəzm var. Qalqala edərək oxuyuruq. Və ləqad. Yə hərfidir. Yə. Sin hərfinin üzərində şəddə var. Yəssə. Ra hərfinin üzərində cəzm var. Yəssər. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yəssərnə. Ləm hərfinin üzərində cəzm var. Yəssərnəl. Qaf hərfidir. Qu. Ra hərfinin üzərində cəzm var. Qur. Əlifdir və burada məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Qur'ənə. Ləm hərfidir. Li. Burada pəltək zəl hərfidir və şəddəlidir. Li-zi. Pəltək zəl hərfidir. Zi. Kəf hərfinin üzərində cəzm var. Li-zikri. Ra hərfidir. Li-zikri. Fə hərfidir. Fə. Bu hə hərfi. Hə. Ləm hərfinin üzərində cəzm var. Fəhəl. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra mim hərfi gəlib. İdğam-ı mə'al-gunnə qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik.
Mü dəl hərfidir. Üzərində şəddə var. Müddə kəf hərfidir. Ki və ra hərfini isə yenə cəzimli r kimi tələffüz edirik. Müddəkir. İndi bir də oxuyaq. Və ləqad yəssarnəl Qur'anə lizzikri fəhəl min müddəkir. Kəf hərfidir kə, pəltək zəl hərfi. Üzərində şəddə var. Kəzzə, bə hərfidir bə, tə hərfinin üzərində cəzm var. Kəzzəbət. Ayn hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. A. Dəl hərfinin üzərində ötrəli tənvin gəlib, sonra fə hərfi gəlib. Burnumuzda tələffüz edirik tənvindəki nun hərfini və bir əlif miqdarı uzadırıq. İhva qaydasıdır. Adun, fə, kəf hərfi kə, yə hərfinin üzərində cəzm var. Bu isə fə hərfi. Fə, keyfə. Adun, fə, keyfə. Kəf hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kənə. Ayn hərfidir. A. Bu pəltək zəl hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həmçinin bə hərfində də hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Azəbi. Vav hərfidir. Və. Bu nun hərfidir. Və nu pəltək zəl hərfi. Zu. Ra hərfi. Bu isə ra hərfidir və cəzimli r kimi tələffüz edirik. Və nuzur. İndi bir də oxuyaq. Kəzzəbət adun fəkeyfə kənə azəbi və nuzur. Əlifdir. İ. Nun hərfinin üzərində şəddə var. Həmçinin burada gördüyünüz kimi hərfi məd var. Sonra əlif gəlib. Məddi munfasıl qaydasına görə nun hərfini həm şəddəli, həm də 4 əlif miqdarı uzadaraq oxuyuruq. İnnə. Əlifdir. Ə. Ra hərfinin üzərində cəzm var. Ər. Sin hərfidir. Sə. Ləm hərfinin üzərində cəzm var. Ərsəl. Nun hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ərsəlnə. Ayn hərfidir. A. Ləm hərfidir. Alə. Yə hərfinin üzərində cəzm var. Aleyhi. Hə hərfidir. Hi. Və bu isə mim hərfidir və üzərində cəzm var. Aleyhim. Ra hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Riha hərfidir. Üzərində tənvin gəlib. Sonra sad hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Rihan. Sad hərfidir. Sa. Ra hərfinin üzərində cəzm var. Sar. Yenə sa hərfi sa. Ra hərfində tənvin var. Sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Sar, saran. Fə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fi. Yə hərfidir. Yə. Vav hərfinin üzərində cəzm var. Yəv. Bu mim hərfi. Mi. Yəvmi. Fi yəvmi. Nun hərfidir. Nə. Ha hərfinin üzərində cəzm var. Nəh. Sin hərfidir və burada əsrəli tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğam-ı məal qunna qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Nəhsimü. Sin hərfinin üzərində cəzm var. Müs. Bu tə hərfidir. Tə. Mim hərfidir. Mi. Ra hərfində şəddə var. Həmçinin cəzmli tələffüz edirik. Müstəmir. Müstəmir kimi tələffüz olunur. İndi bir də oxuyaq. İnnə ərsəlnə aleyhim rihan sarsaran fi yevmi nəhsin müstəmir. Tə hərfidir. Tə. Nun hərfinin üzərində cəzm var. Sonra zə hərfi gəlib. İfa qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Tənzi. Bu ayn hərfidir. O.
Burada oxunmayan əlif və ləm hərfləridir. Nun hərfinin üzərində şəddə var. Həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Tənzi'unna. Bu sin hərfidir. Sə. Burada vəqf-i la gəlib oxumağa davam edirik. Tənzi'unnasə. Kəf hərfidir. Kə. Bu gördüyünüz kimi üzərində hərəkə var. Hərfi məd deyil, əlifdir. Kəə. Nun hərfidir. Üzərində şəddə var. Kəənnə. Hə hərfidir. Hu. Mim hərfinin üzərində cəzm var. Kəənnəhum. Ayn əlifdir. Ə. Ayn hərfinin üzərində cəzm var. Ə. Cim hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ə'cəzu. Nun hərfidir. Nə. Bu xa hərfidir. Üzərində cəzm var. Nəx. Ləm hərfidir. Burada əsrəli təmrin gəlib. Sonra mim hərfi gəlib. İdğamı məal-qunna qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Nəxlin mü. Nun hərfidir. Üzərində cəzm var. Sonra qaf hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Münqa. Bu ayn hərfidir. Ay. Ra hərfini cəzimli r kimi tələffüz edirik. Münqair. İndi bir də oxuyaq. Tənzi'unnəsə kəənnəhum ə'cəzu nəxlim münqair. Bu qədər. Növbəti dərsimizdə növbəti hissəsini öyrədəcəm inşallah. Sağ olun, Allaha əmanət olun.